Birləşmiş Ərəb Əmirlikləri, dəbdəbəli göydələnlər, gələcəyin texnologiyası və sonsuz səhralar diyarı. Burada dünyanın ən hündür binası, ən sürətli roller kasteri və hətta uçan motosikletlər var. Bugünkü videomuzda Birləşmiş Ərəb Əmirlikləri haqqında sizi təəccübləndirəcək 25 maraqlı faktı təqdim edəcəyik. Birləşmiş Ərəb Əmirlikləri Cənub-Qərbi Asiyada Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Ölkənin sahəsi 83,600 kvadrat kilometrdir. Əhalisi isə təxminən 10 milyon nəfərdir. Birləşmiş Ərəb Əmirlikləri Səudi Ərəbistanı və Oman ilə həmsərhəddir. Şimaldan isə Fars körfəzi ilə əhatə olunmuşdur. Birləşmiş Ərəb Əmirlikləri 2 dekabr 1971-ci ildə yaranmışdır. Bu tarixdə bölgədə yerləşən 7 əmirlik Əbu Dabi, Dubay, Şarja, Əcman, Ümmül Qayveyn, Rəs Əl Xaymə və Fuceyrə bir araya gələrək vahid dövlət yaratmışdır. 19-cu əsrdə bu bölgə Böyük Britaniya tərəfindən dəniz kənarı müqaviləli dövlətlər kimi tanınırdı və Britaniya ilə olan bir sıra müqavilələr əsasında idarə olunurdu. Britaniya bölgədə təhlükəsizliyi təmin edir və əmirliklərin xarici əlaqələrinə nəzarət edirdi. Ancaq 1968-ci ildə Britaniya hökuməti 1971-ci ilə qədər bölgədən çəkiləcəyini elan etdikdən sonra bölgədəki liderlər üçün yeni bir dövlət yaratmaq fürsəti yarandı. Britaniyanın bölgədən çəkiləcəyini elan etməsindən sonra Əbu Dabinin hökmdarı Şeyx Əl Nəhyan və Dubayın hökmdarı Şeyx Əl Məktum bölgənin digər liderləri ilə birlikdə yeni bir federasiya yaratmaq üçün müzakirələr aparmağa başladı. 1971-ci ilin dekabrında 6 əmirlik rəsmi şəkildə Birləşmiş Ərəb Əmirliklərinin əsasını qoydu. Rəs Əl Xaymə isə 1972-ci ilin yanvarında federasiyaya qoşularaq 7-ci əmirlik oldu. Yeni yaradılan dövlətin ilk prezidenti Şeyx Əl Nəhyan seçildi. Əbu Dabi rəsmi olaraq paytaxt elan edildi. Çünki həm coğrafi, həm iqtisadi, həm də siyasi baxımdan ən güclü əmirlik idi. Bu birləşmə Körfəz bölgəsində müstəqillik əldə edən ilk federativ dövlətin yaranmasına səbəb oldu. Birləşmiş Ərəb Əmirlikləri yaranışından etibarən sürətli inkişaf yoluna qədəm qoydu və qısa müddət ərzində dünyanın ən zəngin və inkişaf etmiş ölkələrindən birinə çevrildi. Neftin kəşfindən əvvəl Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatının əsas dayağı mirvarıovçuluğu idi. Xüsusilə 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində dünyanın ən yaxşı təbii mirvarilərindən birini ixrac edirdi. Lakin 1920-30-cu illərdə Yaponiyanın süni mirvari istehsalına başlaması bu sənayinin çöküşünə səbəb olmuşdu. 1950-ci illərdə neftin kəşfi ilə Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatı tamamilə dəyişdi. Neft gəlirləri sayəsində əhalinin həyat səviyyəsi kəskin şəkildə yüksəldi və insanlar köçəri həyat tərzini tərk edib şəhərlərdə yaşamağa başladı. Ölkənin demək olar ki, simvolu hesab olunan Burj Xəlifə 828 metr hündürlüyü ilə dünyanın ən hündür binasıdır və Dubayın ən ikonik tikililərindən biridir. Bu möhtəşəm göydələn 2010-cu ildə tamamlanıb və açılışı 4 yanvar 2010-cu ildə olmuşdur. Tikilinin əsas məqsədi Dubayı qlobal miqyasda məşhurlaşdırmaq və ölkədə turizmi inkişaf etdirmək idi. Burj Xəlifənin tikintisi 2004-cü ildə başlamış və 6 il davam etmişdir. Burj Xəlifənin dizaynı İslam memarlığından ilham alınaraq hazırlanmışdır və çöl görünüşü Hümənəkallis adlı çiçək formasını xatırladır. Binanın inşası zamanı eyni vaxtda 12 mindən çox işçi çalışmışdır. Burj Xəlifə təkcə dünyanın ən hündür binası olmaqla kifayətlənmir. Eyni zamanda bir çox başqa rekordlara da sahibdir. Bunlara dünyanın ən hündür sərbəst dayanmış tikilisi, dünyanın ən hündür müşahidə meydançası, dünyanın ən uzun lift yoluna sahib binası, dünyanın ən sürətli liftlərindən biri, dünyanın ən hündür məscidi və dünyanın ən hündür restoranı daxildir. Burj Xəlifə sadəcə ofis və mənzil kompleksi deyil, eyni zamanda otel, restoranlar, müşahidə meydançaları və ticarət mərkəzlərini özündə birləşdirən çox məqsədli bir tikilidir. 1,5 milyard dollara başa gələn bu bina Dubayın simvollarından biri hesab olunur.
binanın zirvəsindən 95 kilometr uzaqlığı görmək mümkündür. Burj Xəlifə Dubayın məşhur Dubai Mall ticarət mərkəzinin yaxınlığında yerləşir. Gün batımı zamanı binanın aşağı mərtəbələrində günəşin batdığını gördükdən sonra yuxarı mərtəbələrə çıxaraq günəşi yenidən görmək mümkündür. Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən isti ölkələrindən biridir. Yay aylarında temperatur 50 selsiyə qədər qalxa bilər. Ən yüksək qeydə alınmış temperatur isə 2002-ci ildə Əbu-Dabidə 52,1 dərəcə olmuşdur. Bu ekstremal istilər ölkənin əsasən səhra iqliminə sahib olması ilə bağlıdır. Yay aylarında nəinki gündüz, hətta gecələr də temperatur 30-35 selsiyə qalxa bilir. Birləşmiş Ərəb Əmirlikləri təbii şirin su mənbələri baxımından çox kasıb bir ölkədir. Ölkənin içməli suyunun 90%-i dəniz suyunun duzsuzlaşdırılması yolu ilə əldə edilir. Dünyanın ən böyük duzsuzlaşdırma zavodlarından biri buradadır və bu texnologiya olmadan ölkə su qıtlığı yaşaya bilər. Duzsuzlaşdırma prosesi həm yüksək enerji sərfiyyatı tələb edir, həm də ətraf mühitə çox mənfi təsir göstərir. Çünki bu proses nəticəsində dənizə geri atılan yüksək duzluluğa malik su ekosistemə ziyan vurur. Birləşmiş Ərəb Əmirliklərində maşın sahiblərinin bilməli olduğu ən maraqlı qaydalardan biri tozlu avtomobillərə cərimə tətbiq edilməsidir. Rəsmi qaydalara görə Dubay və Əbu-Dabi kimi şəhərlərdə uzun müddət yuyulmamış, çirkli və tozla örtülmüş avtomobillər vizual çirklənməyə səbəb olduğu üçün 500 dirhəm, təxminən 136 ABŞ dolları cərimə edilə bilər. Bu qaydanın məqsədi şəhərin estetik görünüşünü qorumaq və ətraf mühitin təmizliyini təmin etməkdir. Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatı neftlə başlamış, amma indi müxtəlif sahələrə yayılmışdır. 1960-cı illərdə neft kəşf edildikdən sonra ölkə sürətlə inkişaf etməyə başlamışdır. Lakin bugün Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatının cəmi 30%-i neft və qaz sektoruna bağlıdır. Dubay kimi əmirliklər ticarət, turizm və maliyyə xidmətləri sayəsində iqtisadiyyatlarını şaxələndirmişdir. Dünyanın ən işlək beynəlxalq hava limanlarından biri də Dubaydadır. Dubay Beynəlxalq Hava Limanı sərnişin axınına görə dünyanın ən işlək hava limanlarından biridir. 2023-cü ildə burada 86 milyon sərnişin qeydiyyata alınıb. Bu hava limanı xüsusilə də Emirates aviaşirkətinin əsas bazası olduğu üçün qlobal tranzit mərkəzə çevrilib. 2014-cü ildən etibarən Dubay Beynəlxalq Hava Limanı beynəlxalq sərnişin axınına görə dünyanın ən işlək hava limanı olaraq London aeroportunu geridə qoymuşdur. Dubay 2030-cu ilə qədər sərnişin axınını 120 milyon nəfərə çatdırmağı hədəfləyir. Burj Xəlifədən sonra Dubayın digər simvolu süni adalardır. Burada 10.000-dən çox villa və mənzil var. Əsasən zəngin şəxslər və məşhurlar üçün nəzərdə tutulmuşdur. Birləşmiş Ərəb Əmirliklərində əhali əsasən xarici vətəndaşlardan ibarətdir. Təxminən 90% əhali əcnəbilərdir. Əsasən Hindistan, Pakistan, Bangladeş, Filippin və digər ölkələrdən olan işçilər burada yaşayır və işləyir. Tikinti, xidmət və ev işləri kimi ağır sahələrdə çalışırlar. Bəzi xarici işçilər ağır iş şəraitində və hüquqları məhdud şəkildə işləməyə məcbur olur. Bəzi xarici işçilər ağır iş şəraitində çox aşağı maaş müqabilində işləyir. Bəzi hallarda işə götürənlər işçilərin pasportlarını belə özlərində saxlayır. Bu isə onların ölkədən çıxmasını və ya iş yerini dəyişməsini qeyri-mümkün edir. Aşağı maaşlar və gecikən ödənişlər onların həyat şəraitini daha da çətinləşdirir. Xüsusilə tikinti və xidmət sektorlarında çalışan işçilərin gündəlik 12-14 saat işlədiyi hallar çox yayğındır. Bəzi işçilər həftəlik istirahət və məzuniyyət hüququndan belə məhrum edilir. Ölkə əhalisinin təxminən 10%-ni yerli əmirlik ərəbləri təşkil edir. Ölkədə yaşayan xarici işçilər çətin şərtlər altında yaşasa da, əmirlik ərəbləri ölkənin neft gəlirlərindən və hökumətin sosial siyasətindən maksimum dərəcədə faydalanır. Birləşmiş Ərəb Əmirlikləri hökuməti öz vətəndaşlarına pulsuz təhsil, tibbi xidmət və sosial yardımlar təqdim edir. Vətəndaşlar yüksək maaşlı dövlət işlərində işləməyə üstünlük verirlər. Çünki dövlət sektoru onlara qısa iş saatları və yaxşı maaş təklif edir. Hökumət evsiz vətəndaşlara pulsuz və ya çox aşağı qiymətə mənzil verir.
Əmirlik ərəbləri tamamilə pulsuz və ya çox ucuz qiymətə yüksək səviyyəli tibbi xidmətlərdən istifadə edə bilir. Xaricilərin isə öz tibbi sığortasını alması məcburidir və bu onlara çox baha qiymətə başa gəlir. Əmirlik vətəndaşları ölkə daxilində və xaricdə pulsuz və ya dövlət tərəfindən maliyyələşdirilən ali təhsil alırlar. Vətəndaşlar lüks avtomobillər, böyük villalar və yüksək maaşlı işlər kimi üstünlüklərə malikdir. Onlar müxtəlif hökumət dəstəkləri ilə öz bizneslərini qurmaq imkanı əldə edirlər. Birləşmiş Ərəb Əmirliklərində biznes qurmaq üçün yerli ortağa sahib olmaq, xarici investorların ölkə qanunlarına uyğun olaraq biznes qurmasını təmin edən bir üsuldur. Azad ticarət zonaları xaricində 51%lik hüquq yerli tərəfdaşda olmalıdır, amma azad zonalarda xarici investorlar tam müstəqil sahiblik əldə edə bilirlər. Birləşmiş Ərəb Əmirlikləri haqqında digər maraqlı bir məlumat isə ölkədə gəlir vergisinin olmamasıdır. Dünyada gəlir vergisinin olmadığı azsaylı ölkələrdən biridir. Bu ölkənin iş adamları və ya sərmayəçilər üçün cəlb edicidir. Lakin 2023-cü ildən etibarən bəzi şirkətlər üçün 9% korporativ vergi tətbiq edilməyə başlamışdır. Hər il 28 avqustda Birləşmiş Ərəb Əmirliklərində Əmirlik Qadınlar Günü qeyd olunur. Bu gün qadınların cəmiyyətdəki rolunu və nailiyyətlərini vurğulamaq üçün yaradılmışdır. Birləşmiş Ərəb Əmirlikləri qadınları artıq hökumət, biznes, hətta kosmos proqramlarında mühüm rol oynayır. Dünyanın ən böyük ticarət mərkəzi burada yerləşir. Dubai Mall dünyanın ən böyük ticarət mərkəzlərindən biridir. Burada 1200-dən çox mağaza, böyük akvarium, buz meydançası və hətta qapalı əyləncə parkı var. 2023-cü ildə Dubai Mall 100 milyondan çox ziyarətçi qəbul etmişdir. Ölkənin rəsmi dini İslamdır, lakin digər dinlərə də hörmət edilir. Birləşmiş Ərəb Əmirlikləri İslam dini ilə idarə olunan bir ölkədir, lakin burada müxtəlif dinlərə aid məbədlər də mövcuddur. Xristian kilsələri, Hindu məbədləri və hətta Buddist məbədləri də ölkədə dini dözümlülüyün nümunəsidir. Dubai və Əbu-Dabidə yerləşən xüsusi ATM-lərdən qızıl külçələri və qızıl sikkələri almaq mümkündür. Bu ATM-lər qızılın bazar qiymətinə əsasən real vaxt rejimində qiymətləri yeniləyir. Gevora Otel 356 metr hündürlüyü ilə dünyanın ən hündür oteli hesab olunur. 75 mərtəbədən ibarət olan bu otel Dubai'nin məşhur Şeyx Zayed prospektində yerləşir. Birləşmiş Ərəb Əmirlikləri Marsa missiya göndərən ilk ərəb ölkəsidir. 2021-ci ildə Hope adlı kosmik aparat Mars orbitinə daxil olmuşdur. Bu missiya ilə Birləşmiş Ərəb Əmirlikləri kosmik tədqiqat sahəsindəki ambisiyalarını nümayiş etdirmişdir. Dünyanın ən böyük çiçək bağı da Dubai'də yerləşir. Dubai Miracle Garden dünyanın ən böyük çiçək bağlarından biridir. Burada 150 milyondan çox çiçəkdən ibarət nəhəng kompozisiyalar var. Ən məşhurlarından biri çiçəklərlə örtülmüş Emirates A380 təyyarəsidir. 2019-cu ildən etibarən Dubai polisi Hoversurf S3 adlı uçan motosikletlərlə patrul xidməti aparmağa başlamışdır. Bu texnologiya gələcəkdə şəhərin nəqliyyat sistemində də istifadə oluna bilər. Dubaydakı Burj Al Arab dünyada 7 ulduzlu otel kimi tanınan nadir otellərdən biridir. O öz lüks dizaynı, qızıl örtüklü interyeri və şəxsi xidmətləri ilə məşhurdur. Hətta burada qızıl tozu ilə bəzədilmiş cappuccino belə təqdim olunur. Dünyada ən bahalı maşın nömrəsi də burada satılmışdır. 2008-ci ildə Əbu-Dabidə bir avtomobil nömrəsi 14,3 milyon dollara satılaraq Guinness-in rekordlar kitabına düşmüşdür. Digər müsəlman ölkələrindən fərqli olaraq Birləşmiş Ərəb Əmirliklərində Ramazan ayında qeyri-müsəlmanlar üçün bəzi restoranlar açıq olur. Son illərdə isə Ramazan ayında gündüz saatlarında yemək yemək daha açıq şəkildə qəbul edilir. Birləşmiş Ərəb Əmirlikləri 2071-ci ilə qədər dünyanın ən qabaqcıl ölkəsi olmağı hədəfləyir. Bunun üçün dövlət proqramı da var. Bu proqram çərçivəsində ölkə elmi araşdırmalar, kosmos tədqiqatları, təhsil və texnologiya sahəsində dünyanın ən qabaqcıl ölkələrindən birindən çevrilməyə qarşısına məqsəd qoymuşdur. Əgər videonu bəyəndinizsə, like düyməsinə basmağı və kanalımıza abunə olmağı unutmayın.